Rəsul Quliyevlə sizin fikir ayrılığınızın yəqin ki, prinsipial birbaşa müqəddərati səbəbləri də var idi. Çünki ola bilməz ki... O vaxt biz ayrı-ayrı düşüncəli bir insan idik. Rəsul Quliyevin əqidəsi ilə mənim əqidəm tam zidd idi. Başa düşürsünüz? O bir sözü deyəndə, o deyəndə ki, bu qaradır, mənə belə gəldi ki, bu ağdır. Bizim əqidələrimiz çox fərqli idi. Mən o vaxtdan danışıram. Və əgər biz bir mövzudan danışırdıqsa ki, bu neft məsələsində mən deyirdim, belə olmalıdır, bunlar deyirlər, belə olmalıdır. Həmişə ziddiyyət yaranırdı bizim aramızda. Axırıncı yadınızdadır, mübahisəli bir çörək məsələsi çıxdı. Mən onda çıxış elədim. Və Rasul Beylə onda mübahisəmiz oldu. Televiziyada göstərdilər. Sizin yadınızdadır, çörəyin qiymətlərini artırdılar. İndeksasiya eləməmiş. Cəmaət nə vəziyyətində qalmalıydı? O qədər qaçqın var idi. Və biz həmişə ziddiyyətli idik. Ziddiyyətli bir mövqe varımız idi aramızda. Əqidəmiz də bir-birimizə sözsüz ki, ziddiyyət təşkil edirdi. Amma sonradan yaxınlaşma baş verdi. Yox, sonradan yaxınlaşma... Mən sonra deyəndə bu 98-ci nəzərdə tuturam. Yəni belə danışaq. Mən istifaya getdim. Gəldi belə bir mərhələyə çatdı ki, bu istifaya getməklə mən, Heydər Əliyevin bilirsiniz ki, çox səmimi silahdaşı olmuşum. Bir var ki, elə belə silahdaşı olasan, bəli. Mən bu insana çox inanmışam, həddindən artıq çox inanmışam. Mən 4 il onu müdafiə etmişəm. Ən ağır günlərində müdafiə etmişəm. İndi yamaqlıq eləyirlər, indi Heydər Əliyevə bu yamaqlıq lazım deyil, indi müdafiə eləyirlər onu, indi məddəxlıq eləyirlər. İndi Heydər Əliyev dövlət başçısıdır. Bunlar hamısı yamaqlıqdır. Onda mən doğrudan da istəmişəm ona dayaq olam. Onun ağır günlərində, tək başına mən çox şeylər eləmişəm. Onu deməzlər, mən üzr istəyirəm, adam elədiyini deməz. Amma indi açıq söhbətdir deyirəm və mən çox sarsıldım. Ona görə ki, mən inanmırdım ki, Heydər Əliyev bizim ikimizin arasında olan Azərbaycanın inkişaf yolunu biz çox oyunayım fikir mübadiləsi aparırdı bu 4 ildə və hansısa bir orta məcraya gəlmişdik. Azərbaycanın inkişafına dair, Azərbaycanın siyasətinə dair, hətta Azərbaycanın mədəniyyətinə dair bizim çox söhbətlərimiz olub bu barədə. Və onda mən gördüm ki, bizim fikir birliyimiz var, əqidə birliyimiz var. Və ona görə mən onu müdafiə edirdim və istəyirdim ki, bu gəlsin və Azərbaycana başçılıq etsin. Çox bir tez zamanda, 4-5 ay hakimiyyətə gələndən sonra mən gördüm ki, yox, artıq Heydər Əliyev digər komandanı daha da üstün tutur. Və onda mən fikirləşdim ki, ya bu yol seçilməlidir, ya digər yol seçilməlidir. Heydər Əliyev özü o yolu seçdi. O yolu seçəndən sonra mən o komandada qala bilməzdim. O ki, qaldı Rəsul Quliyevə. Bundan sonra biz ayrıldıq və 96-da gedir Rəsul Quliyev getdi də. Bu 3 ildən mən bir söz danışmışam. Rəsul Quliyevlə siz bilirsiniz ki, onda bizim Liberal Press qəzeti çıxırdı. Bir dəfə də olsun, Rəsul Quliyevin adı çəkilməmişdi o qəzetdə. Və Rəsul Quliyev heç anda mənim adımı çəkmirdi. İyun ayından başlamış, avqust ayınacan bir də gördüm ki, mənə hər tərəfdən zənglər başladılar, hətta İxtar tərəfdən də zənglər başladılar ki, Lalə xanım, və siz, onda yadınızdadır ki, sizin mübahisələriniz olub Rəsul Quliyevlə. Biz çox xahiş edirik bu saat sizdən ki, siz televiziya çıxıb, ASTV-yə çıxıb, bunları səsləndirəsiniz. O vaxt ki, deməli, sizin narazılığınızı. Hətta evə də adam göndərdilər ki, bunu eləməlisiniz. Mən heç kimə borclu deyirəm ki, nəsə eləyən, mən çox müstəqil bir insanam və mən bunu eləməyəcəyim. Niyə görə? Mən nə lazımdır, həm Rəsul Quliyevin üzünə demişəm, həm Heydər Əliyevin üzünə demişəm. Bu günləri Rəsul Quliyev gedəndən sonra onun arxasınca danışmağı mən özümə rəva bilmirəm. Ümumiyyətlə, mənim bu təbiətimə ziddir. Kiminsə arxasınca danışmaq. Belə ki, yıxılanı baltalamazdır. Mənim yadımdadır, bir ay burada zənglər dayanmırdılar. Daim nələr mənə vəd olunmurdu.
ki, tək ki çıxasınız televiziya, 1 saat verək sizə, siz Rasul Quliyevdən danışasınız, dedim, yox. O qədər də mənə belə ucuzlaşdırmayın. Bu mümkün olan şey deyil. Və ondan sonra bizim Rasul Quliyevlə telefon söhbətimiz oldu. Əgər təmiz söhbətdir, görürsünüz, bütün təfərrüatı ilə sizə danışıraq. Yaxşı söhbət oldu. İndi harada o düzgün özünü aparmamışdı, o etiraf etdi. Harada bəlkə mən biraz düzgün özümü aparmamışam, mənə etiraf etdim. Və çox belə səmimi söhbətimiz oldu. Səmimi söhbətimiz oldu və o xahiş elədi ki, bu beşlər məsələsi ortaya düşəndə ki, mən deməli bu ittifaqda olam. Ondan qabaq mənim yanıma bəzi siyasətçilər də gəlmişdilər, müxalifət partiyalarda və onlar xahiş elədilər ki, deməli bu sisunun yaranması üçün, təməlini qoymaq üçün bu beşlidir, gələk bu saat birlikdə olsun. Mən sizə deyim, bu mənim üçün asan deyildi. Heç də asan deyildi. Mən bir ay tərəddüd edirdim. Amma sonra mən bir qənaətə gəldim ki, əgər bir günləri biz Azərbaycanın mənafeyindən danışırıqsa, xalqın mənafeyindən danışırıqsa, onda biz şəxsi məsələləri hamısını bir qırağa qoyub birləşməliyik. Ona görə ki, bir günləri bu xalqın sifarişi. Və mən getdim, deməli, bu koalisiyaya. Bu o demək deyil ki, biz birləşdik, biz hamımız bir-birimizə rəqibik. Amma seçkilər uğrunda mübarizədə biz belə bir ittifaq yaratdıq. Bu yaxınlarda da yanvarda biz axır ki Rasul Quliyevlə görüşdük. Mən Londonda idim, öz evladımın yanındaydım. Və o zəng elədi Londona ki, biz görüşmək istəyirik sizinlə. Mən gəlirəm Londona, xahiş edirəm, biz oturaq söhbət edəyik. Bizim orada 3 gün biz söhbət elədik, çox böyük söhbətlərimiz oldu. Lakin yenə də bu söhbətlərin çoxu 93-cü ilə aid idi. Bəzi şeyləri mən aydınlaşdırmaq istəyirdim özüm üçün və bəzi şeyləri o mənim üçün açdı. 93-cü ildə nə baş vermişdi və bu məsələlərin başında kim dururdu və nələr var idilər. Çox şey mənim üçün açıldı. Alan Gerbert var. Onun fikri belədir ki, kim neftlə yaşayırsa, neftlə də öləcək. Bəli. Bunu dövlətlərə aid edilir. Xüsusilə o dövlətlərə aid edilir. Nobel də bu sözü demişdi. Bu mən Gerbert. Bəli, Nobel tənə bu söz demişdi. Bugün mənə gəlir ki, Azərbaycan hələlik neftlə yaşayır. Bəli. Hələlik neftlə yaşayır və bu artıq belə bir qənaəti qabaqcadan qəbul etməkdir ki, biz neftlə də ölməyə razılaşırıq. Yəni doğrudan mı Azərbaycan neftlə ölməlidir? Yox, bir günləri biz deyə bilmərik ki, Azərbaycan neftlə ölə bilər. Amma neftin olmağı Azərbaycanda deməzdim ki, bizim üçün böyük belə bir xoşbaxtlıqdır. Niyə görə? Əvvəla, neft üzərində qurulan siyasət, biz bilirik ki, neft Venezuelada da olub, bu həcmdən çox olar illik neft veriblər, ixracatı olub. Biz bilirik ki, həmən bu neft Meksikada da olub və bilirik ki, nə günə düşüblər o ölkələr. Onlarda da xarici investisiyalar var idi, onlarda da xarici konsertlər işləyirdilər və axırda bu ölkələr çox bir vəziyyətə gəlib çıxdılar. Niyə görə? Ona görə ki, siyasəti məhz və bütün iqtisadiyyatı onlar yalnız və yalnız neft üstündə qurmuşdular. Artıq bu günləri birinci bəhrəsini verməkdədir bu neft üstündə qurulan siyasət. İqtisadiyyatda birinci bəhrələrini verməkdədir. Siz bilirsiniz ki, keçən il Azərbaycan 155 milyon dollar ötürdü. Neftin deməli xaricdə qiymətin ucuzlaşması üçün. Bir də ki, neft biz səmərəli bu kartdan istifadə edə bilmədik. Niyə görə? Neft Azərbaycanın əlində çox gözəl bir kart idi və o kartı biz çox gözəl sərf edə bilərdik və istifadə edə bilərdik Qarabağ yolunda. Bu mümkün idi. Amma biz onu istifadə etmədik, bu şansımızı itirdik. Bir günləri artıq bu şans itib və bir günləri neftdən biz heç bir
Qarabağ məsələsində heç bir müsbət nəticə əldə edə bilmərik. Artıq bu şans itirilib.